Salam, hər vaxtınız xeyir. Bu bölümdə, yəni 3-cü bölüm dərsliyində mən ilkin trade terminləri ilə sizi tanış eləmək istəyirəm. Lot nədir, pips nədir, spread nədir, leverage, margin kimi terminlərin mənasını və spreadin, lotun hesablanma qaydalarını izah eləyəcəm. Brokerlərlə bağlı əlavə video çəkəcəm, bütün brokerlər haqqında. Bu dərsdə brokerlər haqqında danışmayacağam, amma həmin bu spreadin və leverage'in brokerlərlə əlaqəli olan bir termin olduğunu indidən bildirmək istəyirəm. İlk növbədə lotdan başlayayım. Mən hal-hazırda qızıl üstündən nümunə göstərəcəm. Çünki dərslər də qızıl üstündən olacaq, yəni texniki analizi və s. İlk növbədə lot nə deməkdir? Lot hansısa bir pairdə, yəni cütlükdə pozisiyaya girməmişdən qabaq hansı ölçüdə, hansı həcmdə pozisiyaya girirsiniz, onu təyin eləmək üçün istifadə edilir lot anlayışı. Çox dərinə gedib lot 100.000-dir, hər pairə görə hesablama qaydaları, yəni çətin yolla izah eləməyəcəm. Daha asan və anlaşılabilir dildə izah eləmək istəyirəm. Yəni çox lotun dərinliyinə girmək istəmirəm. Qısacası siz lotdan necə istifadə edəcəksiniz, onu izah eləyirəm. Məsəl üçün hal-hazırda qızılın qrafikində deyək ki, qiymət 4340-dır. Bu 63 sentə fikir verməyin ki, daha sadə hesablama qaydası olsun. 4340-dan siz deyək ki, indi buy əməliyyatı açmaq istəsəz, yəni belə. Stopu deyək qoydunuz 4330-a, yəni tam rəqəmlər eləyirəm ki, rahat olsun. Profit də qoydunuz 4350-yə. Sentlərə fikir verməyin. Deməli, 340-dan girəndə 10 dollar yuxarısı, 10 dollar aşağısı, düzdür? 340-dan aşağısı 330, yuxarısı 350. Bu nə deməkdir? 340-dan 350-yə qədər olan qiymət aralığı, yəni pips, buna pips deyilir, qiymət aralığı. Dollarla da hesablaya bilərsiniz, kimə necə rahatdırsa. 4340-dan bay açmışam, qiymət 4350 olanda burada hərəkətlənən qiymət aralığı pipslə deyilir 100 pips. Dollar olaraq 10 dollar. Pips ümumiyyətlə nə deməkdir? Pips hər hansısa bir pairdə qiymətin, qoy onu sizə daha rahat belə eləyim. Misal üçün yarı yüzdə üstündən deyim. Qiymətin ən deməli sağda olanı, yəni burada gördüyünüz 8, buna point deyilir. Pips isə ondan bir öncəki rəqəmdir. Yəni bu. Misal üçün burada gördüyünüz 88-dən 98-ə olanda burada bir pip dəyişir 8-dən 9-a. Amma 10 point olur. Çünki 88-dən 98-ə. Pointin başını buraxın, point lazım deyil. Pointlə hesablamayacaqsınız onsuz da. Hətta piplə də hesablamaya bilərsiniz, dollar deyə bilərsiniz. Çünki qızılda çox da detay olmadığına görə konkret pips 10 pips 1 dollardır. 100 pips 10 dollardır. Yəni qısacası məlumatınız olsun deyə deyirəm ki, qiymətin sağdan ikincisi pipsdir, ən sonuncu qiymət pointdir. Qızılda da misal üçün 4340 10 olanda buradakı 10 sent point sayılır. Amma 40-ın özünün axırıncı rəqəmi, misal üçün 41-dir deyə, o 1 pips sayılır. Yəni başımız qarışmasın, daha rahat indi izah eləyəcəm. Qısacası 10 dollarlıq hərəkət eləyir 100 pips. 1 dollarlıq hərəkət eləyir 10 pips. Onu da daha rahat yazım. $10 pip 1 dollar, 100 pip 10 dollar. Bunu qaldırım yuxarı, daha rahat olsun, ya da bura qoyuram. Bura qoyuram. Belə.
Pips aydındır. Yəni hesablayanda deyək ki, girişiniz 4340-dandır, take profitiniz 350-dir. Sizin take profit olacağınız nöqtəyə kimi olan pips fərqi eləyir nə qədər? 100 pip. Çünki 10 dollar qiymət aralığı olur. Lot necə hesablanır? Lot pip üzərindən danışsaq, lotlar ən minimum lot 0,1 lotdur. Yəni Forex-də ən minimum lot 0,1-dir. 0,1 0,2 də ola bilər, 0,3 də ola bilər, 0,4 də ola bilər. Bu gedir sonsuza kimi. 0,1 lot 10 pipə, yəni 0,1 lotla deyək ki, qızılda 4340-da əməliyyat açsaz, qiymət 1 dollar qalxanda 0,1 ilə açanda siz 1 dollar qazanmış olursunuz. Bu necə? Əgər 0,1 lot açanda giriş nöqtəvizdən qiymət 1 dollar qalxsa 1 dollar qazanırsınız. 1 dollar əgər aşağı düşsə, onda 1 dollar itirirsiniz. 0,1 ilə girəndə qiymət 1 dollar hərəkət eləyəndə 10 dollar qazanc əldə edirsiniz. Yəni 0,1 10 dəfə 0,1 demək olduğuna görə məntiqlə də 1 dollarına əgər qalxışda 0,1-də 1 dollar qazanırsınızsa, 0,1 ilə də açanda 10 dollar qazanırsınız. Bir lot isə 1 dollarlıq hərəkətə $100 qazanc verir. Yəni bayaq dediyim kimi biz burada 4340-da əgər 1 lotla əməliyyat açmış olsaydıq, qiymət 1 dollar qalxmış olsaydı və yaxud da ki 1 dollar yox, 50-yə tıpı qoymuşuq da 10 dollar qalxmış olsaydı, 1 lotla əməliyyat açanda nə qədər qazancı olur? Əgər 10 dollar qalxıbsa, deməli onu vururuq 100-ə. 1000 dollar qazanırıq. 0,1 ilə, yəni 0,1 lotla əgər 3340-da bay açmışıqsa və qiymət 10 dollar, yəni 100 pip qalxıbsa, onda biz qazanırıq oradan 10 dollar 0,1 ilə 100 dollar qazanırıq. 0,1 ilə açmışıqsa 10 dollar qalxanda 10 dollar qazanırıq. Çünki ən minimum lot girişimiz 0,1-dir. Bu da yadınızda qalsın deyə burada bir dənə not yazım. $10 qalxsa 1000 dollar qazanc. Nədə? 0,101 lotla 10 dollara 10 dollar, 0,1 lotla 10 dollara 100 dollar, 1 lotla isə 10 dollar qalxsa 1000 dollar qazanc. Hansı lotla pozisiyaya girməyi lazımdır balansa görə və s. bütün risk hesablanma qaydalarını başqa dərsdə izah edəcəm. Hal-hazırda mən neçə ilə açmalıyam falan kimi suallar sizi narahat eləməsin. Hal-hazırda lotla tanışlıq dərsidir bu. Riskin idarə edilməsi və balansın idarə edilməsi dərsi deyil. Deməli, lotu yəqin ki başa düşdünüz. 0,1 0,1 1, yəni bu əlbəttə ki 0,1 yox 0,4 də ola bilər. Yəni misal üçün, yəni mən belə lap yəni bota izah edərmişcəsinə izah edirəm, pis çıxmasın ki, yəni hər kəs izah elə başa düşə bilsin. 0,4 ilə deyək ki bay açılsa və yaxud eləsə də fərqi yoxdur. Əgər 0,1-ə 1 dollarlıq hərəkət 10 dollar qazandırırsa, 0,4-də necə olur? Yəni 4-ə vurulur bu.
Yəni 1 ilə açanda, 0,1 ilə açanda 10 dollar profit verirsə, 0,4 ilə açanda 1 dollarlıq hərəkət 40 dollar qazanc. Həmçinin bu 0,6 ola bilər, 0,78 ola bilər, 0,92 ola bilər və s. Həmçinin 3 lot açanda 1 dollara nə qədər verir kar? 300 dollar. Mən bunları bir nümunə kimi yazıram. Hesablamaq istəyənlər öz üçün başqa lotlarda hesablaya bilərlər. Yəqin ki, aydın oldu lot məsələsi. Əgər kiminsə sualı olarsa, kommentdə qeyd eləyər, ətraflı məlumat verərəm. Pips də yəqin ki, aydın oldu. Spread nə deməkdir və leverage nə deməkdir? Bir də margin olmalı idi orada. Margin. Spread həmin başqa dərsdə izah eləyəcəyim kimi brokerin bizimlə bazar arasında calaşdırıcı bir şirkət olmasına görə öz xeyrini götürür oradan və bunun adı spreaddir. Spread misal üçün qızılın misal üçün 38, 64, 39, 44 bunun arasında olan qiymət fərqidir. Hal-hazırda bu olan da marketinə aiddir. Yəni burada 80 sent göstərir. Mən dediyim kimi brokerlərlə bağlı video çəkəcəm və ən uyğun spread, leverage və s. hansında daha uyğundur, bu haqqda məlumat verəcəm, amma hal-hazırda spread ilə tanışlıq dərsidir. Spread dediyim kimi qiymət aralığındakı olan fərqdir. Yəni qızılın bu dəqiqəki qiyməti deyək 4338.72-dir. Burada bir xətt görürsüz. Amma əslində brokerlə olanda burada ask və bid xətləri olur. Yəni alış-satış xətləri, alış-satış qiymətləri. Alış-satış nə deməkdir? Yəni siz məsəl üçün əməliyyata girəndə 4338.72-də görürsüz qiymətini, bay açırsınız. Amma oradakı spread fərqi, misal üçün 20 sent, sizin əməliyyatınızı 20 sent aşağı və yaxud yuxarıdan açır. Yəni bay açırsınızsa 20 sent yuxarıdan açır, sel açırsınızsa 20 sent aşağıdan açır. Bu nəyə aiddir? 0,1-ə görə 20 sent. Yəni spread əgər 20 sentdirsə, əgər spread 20 sentdirsə, 0,1 lotda açdığınız əməliyyat sizə avtomatik mənfi 20 sentlə olacaqsınız. Yəni 1 dollarlıq hərəkət eləyəndə qiymət. Siz 1 dollar yox, 80 sent qazanacaqsınız. Çünki 20 senti broker sizdən komissiya kimi götürür. Komissiya kimi deməyək, çünki komissiyası olan da brokerlər var. Amma komissiyasız şəkildə ancaq spreadi olan brokerlər ancaq spreadini götürür. 0,1 lotla açdığınız əməliyyatda siz deməli 0,20 sent ödəniş deyək, nə bilim, avtomatik çıxılır da 20 sent, belə deyək. 0,1 ilə açılmış əməliyyatlara 10 dəfə çox olduğuna görə 0,1, 0,1-dən bu da 10-a vurulur. Yəni 0,1 ilə açılan əməliyyatlarda avtomatik olaraq 2 dollar mənfi ilə başlayırsınız. Yəni sizin 1 dollarlıq hədəfiniz sizə 10 dollar yox, 8 dollar qazandırır. Nəyə görə 10 dollar deyirəm? Çünki bayaq dediyim kimi lot hesablanmasında 0,1 ilə açılanda 1 dollar hərəkət deməli 10 dollar qazanc verir. 1 dollar qalxsa 10 dollar qazanc. 0,1 ilə də açıldığına görə avtomatik 2 dollar mənfi ilə açılır əməliyyatınız, çünki 20 sent yuxarıdan açılır. O 20 də ona vuranda 2 dollar eləyir. Sizin avtomatik olaraq 2 dollar ziyanda olursunuz. Bir lotla açılmış əməliyyatda 20 sent olan brokerdə isə bu vurulur 100-ə, yəni 20 dollar mənfi ilə açılır. Buna mənfi ilə açılır deməyək də, yəni qiymətdən 20 sent yuxarı aşağı olduğuna görə o avtomatik 100-ə vurulur və 20 dollar olur. Bu spreaddir. Yəni alış-satış qiymət arasında olan fərqə spread deyilir. Spread hesablanması belədir. Dediyim kimi, əgər 20 sentdirsə, elə broker var ki, misal üçün 0,12 sentdir bunun spreadi. Onda 0,1 lotla ödəyəcəksiniz 12 sent. 0,1 lotla ödəyəcəksiniz, ona vurulmuşu 1,20. 1 dolar 20 sent. 1 lota da 12 dolar. Aydındır? Məncə aydındır, çünki çox detallı və sadə dildə izah elədim. Hansı brokerin spreadi daha uyğundur? Hansı brokerin komissiyası yoxdur? Hansı brokerin komissiyası ilə spreadini üst-üstə gələndə bizə daha sərf eləyir və s. kimi sualları başqa dərsdə izah eləyəcəm. Bu da spread haqqında məlumat. Leverage nə deməkdir? Leverage Azərbaycan dilində kredit çini deyilir. Kredit çini nə deməkdir?
Türklərdə kaldıraç. Yəni ki, Binance-də misal üçün kriptovalyuta ilə məşğul olan adamlar bunu başa düşə bilər. Oradakı necə X istifadə olunur, birdən 100-ə kimi olur mən bildiyim qədərilə. Bu X-a, yəni leverage deyilir. Yəni sizin əlinizdə olan pulu 10 qat, 50 qat, 100 qat qaldıraraq bazara girmə imkanı yaradır sizin üçün leverage. Bu bir növ yaxşı bir şey olsa da, həmçinin o qədər də mənfisi var. Yəni sizin əlinizdə deyək ki 100 dollar var. 100 dollarlıq qızıl bir var alasınız ki, çox az eləyir və ala da bilmirsiniz. Çox bir parçasını alırsınız. Oradakı 1 dollarlıq hərəkətdən heç nə qazana bilmirsiniz. Siz məcbursunuz leverage-inizi yüksək tutmağa ki, yəni mənim əlimdə olan 100 dolları mən 300 leverage ilə bunu 300 dəfə artırıram və artıq bazara girə bilirəm. Bu sizin qızıl almağınıza şərait yaradır. Amma orada olan avtomatik olaraq olacaq qazanc və itkilərdə balansınızı 300 dəfə artırandan sonra necə ki sizə qazanc və itki verir, o sizin ilk balansınızdan çıxacaq. Yəni belə izah edeyim. Hətta leverage hesablama saytına girək. Misal üçün, məncə burada daha aydın izah edəcəm. Hal-hazırda qızılın qiyməti 4340-dır. Dollar seçirik, goldu seçirik, deməli, leverage seçirik. Leverage 1-dən, hal-hazırda bu brokerdə 1000-ə kimidir. Biz ortalama götürək, misal üçün, 100-dən başlayaq. Deyək 0,1. Bizim qızılda, yəni ən minimum lot açmağımız üçün, yəni 0,1 lot açmağımız üçün 100 leverage olduğu təqdirdə bizim əlimizdə balansımız, yəni yatıracağımız məbləğ 43 dollar 41 sent olmalıdır hal-hazırdakı qızılın qiymətinə görə. Bu ola bilər 5 dəqiqədən sonra dəyişsin və yaxud da 1 gündən sonra dəyişsin. Hal-hazırda qızılın qiyməti 4340 olduğuna görə burada 43 dollar yazılıb. Əgər qızılın qiyməti 2900 olsaydı, burada 29 yazılacaqdı. Aydındır? Məncə aydındır. Yəni 0,1 açmaq üçün 100 leverage-də 43 dollar lazımdır. Əgər qumarbazsızsa, leverage-iniz 1000-dirsə, onda sizə 4 dollar da bəsdir ki, 0,1 açmaq üçün. İndi burada olan məsələni sizə izah edeyim. Təsəvvür edin ki, qızılda 0,1 lotla əməliyyat açırsınız və sizin balansınız 4 dollardır. Çünki leverage-iniz çoxdur. 1000 qat pulunuzu qaldırmışsınız elə bil. 4 dolları 1000 dəfə qaldırmışsınız və o cür bazara girirsiniz. Amma hal-hazırda sizin əlinizdə olan məbləğ 4 dollardır. Siz qızılda girirsiniz 4340-dan hansısa pozisiyaya girirsiniz. Sell və yaxud buy. Girdiniz əməliyyata. Əməliyyata girəndən sonra qızıl 340-dan 338-ə düşdü. 0,1 ilə açmısınızsa, siz nə qədər mənfidəsiz? 2 dollar düşdüyünə görə 2 dollar mənfidəsiz. Sizin balansınız amma 4 dollardır. Yəni sizin o balansınızdan 2 dollar silindi. Yəni əgər qızıl 340-dan birdən 336-ya düşsə, sizin balansınız sıfırlanacaq. Çünki 4 dollar balansına 1000 leverage qoymusunuz. Və yaxud da ki, balansınız, daha doğrusu leverage-iniz 100-dür, lotunuz 0,1 açmaq üçün sizə 43 dollar lazımdır. Siz əgər 0,2 ilə əməliyyat açmaq istəsəz, aça bilməyəcəksiniz. Çünki sizin 0,2 açmağınız üçün balansınızda 86 dollar olmalıdır. Yəni sizin balansınızda, elə bil ki, belə edin, bu necə hesablanır? Əgər balansınıza 100 dollar qoymusunuzsa və fikirləşirsiniz ki, ya, mən 100 dollarla qızılda necə əməliyyat aça bilərəm, leverage-inizi hesablamalısınız. Girməlisiniz bu saytda və yaxud da Luboy Google-da yaza bilərsiniz ki, leverage calculate sitesi filan. Girirsiniz bura, deməli açmaq istədiyiniz ən minimum lotu yazırsınız. Baxırsınız ki, əgər leverage-im 100 olsa, mənim balansıma 43 bəsdir. Amma sizin əlinizdə 100 dollar var. Deyəcəksiniz ki, 100 dollarım varsa, deməli 2 qatı mən uzaqbaşı 0,2 ilə aça bilirəm. Baxırıq, bəli, 86 dollarla, yəni 100 dollar balansı olandan 0,2 aça bilir. Amma 0,3 aça bilməz. Çünki 0,3 olması üçün 130 dollar pul lazımdır. Bu adam da nə edir? İstəyir ki, 100 dollar balansla 0,1 açsın. Birdən-birə 1 dollarlıq hərəkətdən 10 dollar qazanmaq istəyir. Gəlib bura riskli milyoner olmağa. Bu həmin adamlar da, milyoner olmaq arzusu olan adamlar da gəlir 100 dollar balans qoyur, gedir leverage-ini qoyur 1000. Baxır ki, mən uzaqbaşı 43
dollar lazımdır mənim 0.1 açmağım üçün və balansım 100-dür. Mən rahatlıqla 0.2 də açaram hətta. Çünki 80 dollar lazımdır mənə. Sonra bu adam nə edir? Gəlir qızılda 4340-dan bir dənə bay açır. Qiymət düşür 38-ə 2 dollar fərqlə. Və bu da 0.2 açdığına görə bu edir 40 dollar. Bu adamın avtomatik olaraq 100 dollarından 40 dollar mənfidədir. Yəni balansının demək olar ki, yarısı qədəri ilə mənfidədir. Nəyə görə? Leverage çox yüksək istifadə etdiyinə görə. Yəni mən ilk növbədə leverage anlayışını sizə tanıdıram. Ondan sonra necə əslində leverage istifadə olunmalıdır, hansı balansa görə hansı leverage istifadə olunmalıdır, maksimum və minimum girə biləcəyiniz lot sayı nədir, onlar haqqında video çəkəcəm. Hal-hazırda leverage hesablanma qaydası ilə sizi tanış edirəm. Ümid edirəm ki, anlaşılabilir dildə izah edirəm. Çünki biraz leverage hesablanma qaydası biraz qəlizdir. Bəzi adamlar başa düşmür. Ona görə bir dənə də izah edirəm. Misal üçün 40-da açan 33.7 dollar. Bu həmin 100 dollarla 0.2 açan adam sıfırladı balansını. Çünki 100 dollarla 0.2 açıb. Olmaz. Leverage necə hesablanır? Təkrar deyirəm. Leverage ümumiyyətlə 1 olanda sizin 101 açmağınız üçün, yəni qızılda deyirəm, qızılda 101 lot açmağınız üçün 4333 dollar pulunuz olmalıdır. Yəni qızılın qiyməti nədir? 4333. Sizin ən minimum pozisiyaya girmə lotunuz 0-dan %1-dir. Yəni Forex-də belədir, %1-dir. %1 də o deməkdir ki, bir dənə qızıl ala bilirsiniz. 1 ons qızıl. 1 ons qızıl hal-hazırda 4333 dollardır və yaxud 34 dollardır. Və sizin bunu almağınız üçün marjinsiz, daha doğrusu leverage-siz, yəni sıfırda olduğu ilə leverage istifadə edərsiniz. Sizə 4300 pul lazımdır. Amma normal olaraq da 0-dan %1 açmaq üçün heç kim durub gedib 4000 dollar balans qoymur. Ona görə leverage istifadə edir. Leverage istifadə etmək pisdir falan demirəm. Yaxşıdır, amma 1000 və yaxud 2000, 3000 unlimited leverage istifadə eləmək yəni normal bir şey deyil. Bu yəni qumara bərabər bir şeydir. Əgər sizin balansınız 100-dürsə və yaxud da ki belə deyim 1000 ilə götürək, 1000 dollardırsa, 1000 dollarla siz nə aça bilirsiniz? Baxaq. Maksimum 0.1 açmağınız üçün əgər leverage'iniz 100 olsa, sizə 432 dollar pul lazımdır ki 0.1 ilə aça biləsiniz. Deməli, sizin leverage'iniz 100 olsa, hətta 0.2 də aça bilərsiniz. Çünki 0.1 ilə 432-dir. 0.2 ilə 865 olur. Yəni hələ biraz da zazorunuz qalır. Hətta 25 də bəlkə aça bilərsiniz. Yox, 82 dollar çatmır. Amma 23 açmaq olar məncə. Bəli, 23 aça bilərsiniz. 0.2 ilə açmaq üçün sizin balansınız əl verir. Amma bu nə dərəcədə düzgündür, olar, olmaz məsələsi sonranın işidir. Hal-hazırda leverage hesablanma qaydasına görə 1000 dollar balansı olan adam leverage-ni 100 eləsə 0.2 aça bilir. 50 eləsə deməli təqribi 0.1 zad açacaq da. Yenə 865 lazımdır 0.1 açması üçün. Yəni belə deyim, sizin balansınıza görə lot sayısının idarə edilməsi, riskin idarə edilməsinə görə leverage-i həm özünüz düşünərək tənzimləyə bilərsiniz, həm də mən növbəti dərslərdə izah eləyəcəm. Yəni siz risk almaq istəyirsinizsə, birdən-birə milyoner və yaxud birdən-birə batmaq istəyirsinizsə, qaldırın, qoyun leverage 1000-ə, gedin açın bir lotla, baxın 433 dollar pul lazımdır sizə. 500 dollar qoyun, gedin leverage 1000 eləyin, bir lotla da açın. Bir lotla qızıla bu dəqiqə misal üçün bay açsaz, 3 dollar düşən kimi 300 dollar mənfidə olacaqsınız. Bayaqları lot sayısı hesablanma qaydasında dediyim kimi. Ümid edirəm ki, leverage anlayışlarını başa düşdünüz. Yəni leverage hesablanması üçün saytlar var, girib orada da baxa bilərsiniz. Həmçinin başqa pairlərdə trade eləmək istəyən adamlar həmçinin buradan pairini dəyişə bilər. Yəni Euro USD-də, gümüşdə və yaxud da ki funt sterling Yapon yeni pairində necə hesablanır, onu da bu cür saytlardan baxıb hesablaya bilərsiniz. Çünki hərənin balansı bir cürdür, hərənin lot girişi fərqlidir, hərə özünə görə hesablamalıdır. Mən bir videoda hər kəs üçün bunu hesablaya bilmərəm. Sadəcə hesablanma qaydasını izah elədim. Leverage də izah elədim. Bunu harda baxa bilərsiniz? Yəni Google-da yazsaz belə bir şey çıxacaq. Marjin nə deməkdir? Marjin həmin bu leverage ilə əlaqəli bir məsələdir. Yəni sizin belə deyim. Marjin nədir? Balansınızın nə qədəsini istifadə eləyirsiniz o deməkdir. Yəni marjin deyək ki,
100 üzərindən hesablanır. Yəni belə deyim də, belə izah edeyim. Leverage-imiz 100-dür və 0,1 açmısınız. Balansınızda balansınız nə qədər olsun? 100 dollar olsun. 100 dollar balansınızdan əgər 43 dollarlığını istifadə eləmisinizsə, bu sizin marjininizin artıq 43%-ni istifadə eləməyiniz mənasını kəsb edir. Yəni əslində qayda qanunla risk idarə etməsinə görə, yəni siz marjininizin yarısını demək olar ki, əməliyyata qoymusunuz. Bu da riskli yanaşmadır. Çünki düzdür, belə baxanda %1 açmışam, yəni başqa cür düşünə bilərsiniz. Əslində elədir. Prosta marjin qayda qanunu ilə yəni belə olmalı deyil. Amma əlbəttə ki, durub götürüb 1000 leverage ilə %1 açsaz, yəni sizin balansınızın 4% eləyir. Yəni marjin ümumiyyətlə məlumat vermək məqsədi ilə deyirəm ki, marjin bu deməkdir. Balansınızın neçə faizini pozisiyaya qoymusunuz? Bunu nəzərdə tutur. Yəni 1000 dollarınız var və sizin leverage-inizə görə, açdığınız lota görə baxırsınız ki, mən marjinimin deyək ki 800%-ni istifadə eləmişəm. 800 deyirəm, 80%-ni. Yəni ki 100 dollar balansım var və mən 80 dollarlıq həcmlə bazardayam hal-hazırda. Yəni bunun üçün nə lazımdır? Misal üçün 100 leverage olan bir hesab düşünün və bu açıb orada 0,2 və artıq bu balansının 86%-ni riskə atmış sayılır. Bu cür hesablanır marjin. Marjini də izah elədim. Bugünkü dərsdə bunlar haqqında məlumat vermək istədim. Məncə yorucu və çətin olmadı. Bunları da bura qoyuram. Kim istəyir screen eləsin, yəni özü üçün yoxlasın, hesablasın və s. Belə. Bunu screen eləyə bilərsiniz. Lot hesablanması ilə bağlı çətinliyi olanlar yaza bilər, izah eləyə bilərəm təkrar. Spreadi ümid edirəm başa düşdü. Spread hər brokerə görə dəyişir. Fərqli olmasına, yəni toxunaraqdan bunu 2 dəfə yazmışam ki, lot arasında necə olur. Leverage də həmçinin izah elədim. Bu qədər. Bugünkü dərs bu qədər idi. Ümid edirəm ki, başa düşdünüz. Sağ olun.